Çoxunuz yəqin ki, bu videonu görmüsünüz. Bu videoda baxın, misvakdan istifadə edir, dişləri ağappaq olur. Həmin bu videoda istifadə olunan çubuq bu çubuqdur. Dişlərdə iltihabdır. Birbaşa belə deyim ki, dişlərin müalicəsində istifadə olunan həmin bu çubuqdur. Diş ətini möhkəmləndirir. Peyğəmbərimizin belə istifadə elədiyi həmin o misvak çubuğudur. Gördüyünüz kimi belədir. Ən çox Afrikada, Ərəbistanda istifadə olunur. Çox qəşəng, çox yumşaqdır. Mən açıb istifadə elədiyim mentolludur. Bunun belə qəşəng uclarını soyursunuz. Uclarını beləsinə. Yəni bunları soyandan sonra burada indi fırça kimi. Yəni bunu yesəz belə faydalıdır da. Yəni atmağa ehtiyac yoxdur. Bunun burasını ağızda çeynəyirik. Fırça kimi bu açıldı. Görürsünüz burada bax. Şotka kimi bunun ağzı açıldı. Dişlərimizi belə misvaklayırıq. Həm dişlərimizi ağardır, həm dişdə damaqda olan problemləri aradan qaldırır. Həm bunun tərkibində elə bir maddələr var ki, daxilə gedəndə pis xəstəlikləri bədənə yayılmasının qarşısını alır. Son zamanlarda ən çox axtarılan və istifadə olunan məhsullardan biridir. Qədim zamanlardan bəri istifadə olunur. Son 1-2 ayda bütün dünyada ən çox istifadə olunan məhsullardandır. Bunu gördüyünüz kimi belə halda bunun diş pastalarda mövcuddur. Həm diş pastasından, həm özündən istifadə eləsəz, dişdə damaqda iltihablaşmadır, pis xəstəliklərdir. Hamısı üçün çox qəşəng, çox effektivdir. Dadı da çox əladır, çox superdir. Demək olar ki, bir dənə belə çubuğu 2-3 ay istifadə edə bilərsiniz. Belə bu şəkildə istifadə edirsiniz. Bəyənin, səhifəyə abunə olmağı unutmayın.